Salam müəllimlər. Bugünkü mövzumuz 8-ci sinifdən ilk mövzumuz olan xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti mövzusudur müəllimlər. Xidmət sahələrinə nələr daxildir? Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə, rabitə xidmətləri daxildir. Deməli, xidmət sahələrinə dedik ictimai iaşə, M-ların ardıcıllığını yadınızda saxlayırsınız müəllimlər. Baxırsınız, T-ların ardıcıllığını yadınızda saxlayırsınız. Və daha sonra nələrə diqqət yetiririk? Davranış neçə cür olur? Sual veriləcək ki, davranış neçə cür olur? Deyirik, 2 cür davranış var. Real və verbal davranış. Nədir real, nədir verbal? Real təcrübi hərəkət rəftar şəklində olur. Verbal isə adından göründüyü kimi sözlə ifadə edilmiş şəkildə olur. Davranış mədəniyyəti normalarına nələr daxildir müəllimlər? İlk növbədə nəzakətlik. Ətrafdakı insanlarla qarşılıqlı münasibətdə mədəni və nəcib davranışdır. Burada açar sözümüz mədəni və nəcib sözüdür. Bəs ədəblilik nədir? İstənilən vəziyyətdə hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaqdır. Ədəblilikdə açar sözümüz hamı tərəfindən sözüdür. Mərifətlilik danışıq zamanı, şəxsi və işgüzar münasibətlərdə gözlənilməsi lazım olan ölçü hissi, sərhəd hiss etmək bacarığıdır. Və mərifət həm də digər insanın reaksiyasını olduğu kimi anlamaya imkan verən daxili duyma qabiliyyətidir. Deməli, danışıq zamanı, şəxsi işgüzar sözü, sərhəd hissi, daxili duyma qabiliyyəti sözünü görürüksə, mərifətliyi götürürük. Bəs zəriflik nədir? Biri var zəriflik, biri var təvazökarlıq. Zəriflik fərdi xüsusiyyətləri aşkarlamaq. Əgər fərdi xüsusiyyət deyirəmsə zəriflik, öz fərdi xüsusiyyəti deyirəmsə, məsələn, müsbət cəhətləri ilə lovğalıq, ədabazlıq etməmək, bu zaman təvazökarlığı götürürük. Deməli, zəriflik varsa fərdi, öz fərdi varsa təvazökarlıqdır. Bəs nədir müəllimlər? Sadəlik. Sadəlik sosial pillədə kiminin yuxarıda, kiminin isə aşağıda yerləşməsini biruzə verməməkdir. Dürüstlük də adından göründüyü kimi doğru danışmaq, verdiyi sözü yerinə yetirmək, insanın nəinki düzgünlüyü, həm də etibarlılığını təsdiq edir. Və təsadüfi deyil ki, mədəniyyət normaları siyasında ilk pillədə nəzakətlik durur və nəzakətlik isə ünsiyyətin əsas şərtidir. Ticarət xidmət sahəsində davranış və ünsiyyət nədən ibarətdir? Bu hissələrə diqqət yetiririk. İlk növbədə müəllimlər, etiket nədir? Etiket fransız sözü olub, etiquette, yarlıq etiket, insanların cəmiyyət tərəfindən davranış normaları və qaydalarına etiket deyilir. Və mağazada alıcı adətən 3 kateqoriya insanla ünsiyyətdə olur. Hansıdır bunlar? Satıcıdır, kassirdir və digər alıcılarla. Və bilmək lazımdır ki, hamı ilə mütləq ədəblə, ümumi qəbul edilmiş etiket normaları çərçivəsində davranmaq lazımdır. Və mağazada davranış qaydaları alıcının hansı növ ticarət mərkəzində getdiyindən asılıdır. Fərdi xidmət mağazası, yoxsa özünə xidmət supermarketinə. Və müəyyən qaydalara riayət etmək lazımdır. Alış-verişə getməzdən öncə mağazada lazım olanları yada salmaq, vaxt itirməmək, digər alıcılara mane olmamaq, satıcıları işdən ayırmamaq üçün mütləq bazarlığın siyahısını tərtib etmək lazımdır. Evin yaxınlığında olan mağazaya belə ev geyimində getmək olmaz. Mağazada davranış bir neçə qaydalarla tənzimlənir. Bu qaydalar istənilən alıcı istər böyük supermarketə getsin, İstərsə də kiçik ərzaq dükanına girərkən xatırlamalıdır. Mağazada səs salmaq, hündürdə danışmaq, özünü diqqətə cəlb etmək olmaz. Hamı mağazada nə salmaq məcburiyyətində deyil, amma saatlarla malları əldən keçirək, satıcını təngə gətirək, bu arzu olunan hal deyil. Və yaxşı olar ki, əvvəlcədən nələrin alınacağı müəyyənləşdirilsin və mağazada məqsəd yönlü və planlaşdırılmış alış-veriş edilsin müəllimlər. Və alış-veriş edərkən satıcıya aldığınız mayanın dəyərindən, məsələn, mal alırsınız, bunun dəyərindən əlavə pul vermək məsləhət deyil. Yalnız bazarda, bukiniz dükanlarında, sahibkarın endirim edə biləcəyi digər yerlərdə qiyməti aşağı salmaq üçün sövdələşmə aparmaq olur. Yəni, necədir müəllimlər? Alış-veriş edərkən gedirsiniz, məsələn, onların üzərində müəyyən qiymətlər yazılıb. Siz kassaya yaxınlaşanda deyə bilmərsiniz ki, məsələn, deyək ki, bu 5 manatdır, bunu mənə 3-ə ver, bunu demək olmaz.
Qiymət nədirsə o yazılır. Amma deyir bu kins dükanıdır, bazarda məsələn 5 manatdırsa deyirsən ya 50 qəpikmi, 1 manatmı keç. Bəli, burada olar. Yəni onu demək istəyir burada. Mağazaya girişdə bəzən insanın çox olması maneə yaradır. Bu halda kimisi itələmək, çıxan alıcının arasından içəri daxil olmağa çalışmaq lazım deyil. Və mağazadan çıxanlara yol vermək, sonra isə içəri daxil olmaq daha nəzakətli davranış hesab edilir. Mağazanın bağlanmasına bir neçə dəqiqə qalmış, vacib səbəb olmadan içəri girmək arzu olunan hal deyil. Və bir çox iri mağazalarda, xüsusən özünə xidmət qəbul edilmiş supermarketlərdə girişdə çantaların saxlanması üçün dolab və rəf olur. Supermarketə daxil olarkən çantadır, digər əşyaları dolaba qoyub bazarlıq üçün su səbət və araba götürmək daha məsləhətlidir. Və almaq istədiyiniz məhsulları kassadan keçirərək bütün bazarlığın pulunu ödəmək, saxlama dolabından çantanı götürüb mağazanı tərk etmək lazımdır. Və alıcılar üçün mövcud olan etiqad qaydalarından başqa satıcı və mağazanın digər işçilər üçün bəzi ədəb qaydaları nəzərdə tutulmuşdur. Bəs ictimai əşya sahəsi, kafedir, yeməkxanadır, restoranda davranış və ünsiyyət mədəniyyəti nədən ibarətdir? Müasir yaşayış obyektlərində əksəriyyətində müştərilər üst geyimlərini, çətirdir, çantadır, paketin saxlanması üçün qardirob var. Və əgər qız oğlanla gəlibsə, o zaman oğlan qıza paltosunu çıxarmaqda və geyinməkdə kömək etməlidir. Qardirob olmayan yerdə zalda bu məqsədlə qoyulmuş asılqandan istifadə etmək də məqsədə uyğundur. Nahar zamanı işgüzar sualları müzakirə etmək lazımdırsa, içərisində sənəd olan qovluğu və portfeli özünüzlə götürmək olar. Yalnız vestibüldə və yaxud da tualet otağında saç düzümü və geyimini səliqəyə salmaq məsləhətdir. Kafedir, restoranda, yeməkxananın zalına birinci oğlan daxil olur, sonra bu yerin qızın xoşuna gəlib-gəlmədiyini soruşur. Digər müştəriləri narahat etməmək, onlara toxunmamaq üçün masaların arası ehtiyatla keçmək lazımdır. Digər masada əyləşənlərin masanın üzərində olan yeməklərini nəzərdən keçirmək olmaz. Boş masa varsa, amma artıq tutulmuş masa arxasında boş yerlər varsa oturmaq məsləhət deyil. Bunun üçün öncədən icazə almaq lazımdır. Sizə icazə versələr təşəkkür edib sonra əyləşmək lazımdır. Və belə yerlərdə üzü zala oturmaq daha rahat hesab edilir. Sual veriləcək ki, ictimai əşya sahəsində necə oturmaq lazımdır? Deyirsiniz ki, üzü zala oturmaq lazımdır. Və kişilər masa arxasında xanımların sağında, masa böyük deyilsə üz-üzə otururlar. Və bir neçə insan nahar edirsə, bütün sifarişləri ofisiyanta, oturanların yeməklə bağlı fikirləri ümumiləşdikdən sonra bir adam çatdırılır. Əgər görüşə gecikmisinizsə və masa arxasında oturanlara qatılmaq lazımdırsa, dəvət edənə yaxınlaşıb, gecikdiyiniz üçün üzr istəyib, sonra sizin üçün ayrılmış yerdə oturmaq lazımdır. Masa üzərində bir menyu varsa, əvvəlcə qıza təklif edilməlidir. Dəvət edən şəxs bu və ya digər yeməyi hamı üçün sifariş edə bilər. İşgüzar naharsa birinci yeməyə dəvət olunmuş şəxs sifariş edir. Nə zaman? İşgüzar naharda. Və nahar bitdikdən sonra ofisiyantı çağırıb hesab istəmək lazımdır. Dəvət olunanların hesabını dəvət edən verməlidir. Ödəmədən sonra ofisiyanta təşəkkür edirik. Masa arxasına durarkən stolu yerinə qoymaq məsləhətdir. Çıxarkən oğlan qapını açır, qız çıxmaq üçün yol verməlidir. Və nələr məsləhət görülmür? Bu hissələrə diqqət yetiririk. Masanın yeni tərəfində oturmaq, yeməkləri üfürmək, onları iyləmək, masa arxasında saç daramaq, masanın üzərinə çantadır, əlcəkdir, daraqdır, cib dəsmalı qoymaq, müştərilər üçün nəzərdə tutulmuş qəzet jurnalı uzun müddət oxumaq, digərlərinin hərəkətlərini izləmək məsləhət görülmür. Belə müəllimlər, dərsimizin izahı bu qədər.